Daha bir üstünlük, daha bir əlverişli fürsət. İndi e-polis vasitəsilə ödəniş etmək də mümkündür. Əziz vətəndaşlar, şəxsiyyət və sürücülük vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid olan dövlət rüsumlarının ödənilməsi üçün artıq banka getməyə, növbə gözləməyə ehtiyac yoxdur. Həm vaxta qənaət edəcəksiniz, həm də sadə prosedurlarla etmək istədiyiniz ödənişi rahatlıqla həyata keçirəcəksiniz. Bunun üçün mobil tətbiqə daxil olub, ödənişlər bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib, müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu sənəd nömrəsi hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiniz. Şirkətlər isə öz VN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər. E-polis, daim təkmilləşən rəqəmsal xidmətlərimizlə məmnunluğunuz üçün çalışırıq.